Başaçılar, burada demək olar ki, bu yerdə böcək var. Bir neçə il bundan qabaq bura mal peyni verilib. Ona görə burada böcək əmələ gəlib. Üzüm tingləri yaxşı inkişaf eləmir. Onun üçün, bax, böcəyi göstərirəm sizə. Hələ bu balacasıdır. Bir vedrəyə yaxın böcək yığmışıq buradan. Onun üçün bunun dərmanı ancaq DD90 dərman vurmaq lazımdır. Deşik açmaq üsulu ilə. Deşik açılır və deşik açılandan sonra ora həmin DD90 dərmanın 10 litr suya qatırsan. Bax, mən tamaşaçılara göstərirəm. Özüm töküm ki, yəqinlik olsun bizim tamaşaçılarımızda ki, bu iş bu fasonda bu qurdu öldürmək olar. Bax, şimdi biz dərman tökürük. Yer yumuşaq islanıb. Yumuşaqdır. Bax, qurdu göstərirəm sizə. Bax, baxın. Hər deşiyə türkün məsəli bir çay qaşığı, bir xorək qaşığı tökürsən və dalcan 5 dəqiqə keçəndən sonra dalcan taftalanır. Bu fasonda ona görə eləyirik ki, taftalanandan sonra hava orada boğurunu, boğmaq nəticəsində həmin qurd demək olar ki, məhv olur. Yoxsa qeyri-mümkündür bu qurdu öldürmək. Bütün demək olar ki, Abşeron cəmaəti bu qurddan əziyyət çəkir. Onun üçün mən başa çalıram ki, onu da demək istəyirəm ki, ancaq boş sahəyə gərək vurulsun. Əgər sahədə ağac varsa, ağacı qurudacaq. Hətta mən keçən il məsəl üçün yarpaq tökülən ərəfədə yoxlamaq üçün 10 dana üzüm tinginin yanına vurdum ki, baharda göyərər. Baxdım, gördüm ki, baharda göyərmədi və üzüm tingi qurudu. Onun üçün sahə boş olmaq şərti ilə məsəl üçün dərman vurulur. Hələlik bu qədər. Gələn verilişimizdə başqa sahədə sizə məlumat verəcəyik. Hal-hazırda bahar fəslidir. Bunu mütləq vurmaq lazımdır ki, sahələrimiz təmiz olsun. Əmici kökləri bax bu qurd yeməsin. Hələlik bu qədər.